Şənbə günü axşam saatlarında paytaxtda dəhşətli faciə yaşandı. Ramonada 214 sayılı marşrut xətti üzrə hərəkət edən avtobus digər avtobusdan düşən 75 yaşlı qadını vurub daha sonra üstündən keçdi. Vətəndaş aldığı xəsarətlərdən vəfat etdi. Ən dəhşətlisi isə budur ki, sürücü avtobusu səkini idarə etmək fikrinə düşüb və qadının həyatına da məhz yolun piyadalar üçün nəzərdə tutulan hissəsində son qoyub. Bu hadisə bir sıra suallara zəmin yaratdı. Əvvəla maraqlıdır, nəqliyyat şirkətləri ayına, digər məsul qurumlar onlarla bəzən isə yüzlərlə piyada və sərnişinin həyatını həvalə etdikləri sürücülərə görə nə boyda məsuliyyət daşıdıqlarını anlayırlarmı? Sükanı, dolayısıyla vətəndaşların həyatını etibar etdikləri şəxslərin seçimi nə üçün belə sərt aparılır? Əksini də heç kim iddia edə bilməz. Çünki ancaq anormal insan Dayova markalı avtobusu səkiyə sürə bilər. Əlbəttə, 75 yaşlı bir çəyin ölümü faciədir. Amma bir anlıq təsəvvür edək ki, hadisə avtobus dayanacağında baş verəydi. Qurbanların sayı, faciənin miqyası qat-qat çox olmayacaqdımı? Sözsüz ki, cinayət törədən sürücü qanunun tələbinə uyğun olaraq cəzalandırılacaq. Amma onunla yanaşı daşıyıcı şirkətin məsul şəxsləri də cavab verməlidirlər. Çünki bu saatlı bombanı sükan arxasına məhz onlar əyləşdiriblər və neçəsi də hələ zərərsizləşdirilməyib. Əks halda az qala şizofren səviyyəsində olan üzdən İraq sürücülər paytaxt küçələrində hələ çox oqqadan çıxacaqlar.